Dostlar, mən yeni qoşulanları buradan bir daha salamlayıram. Xoş gəldin deyirəm hamınıza icazənizlə. Bizim icazə verin mən yardımla bağlı da sizə bir məlumat verim. Bizim mart ayında dostlar, xahiş edirəm diqqətlə hamı baxsın. Martın 1-də 10 manat bir, 5 manat bir yardım olub, 15 manat, oradan 5 manat bir, 300 manat bir Azərbaycan Maliyyəsinin ehtiyaclarını xərclənib, sonra ayın ikisində 10, 20, 10, 10, 50 manat yardım olub, oradan 15 manat telefona keçirilib, sonra ayın 3-də 19, 1, 51, 69 yardım olub, ayın 4-ü 3, 10, 20, 33 manat yardım olub, ayın 5-də 20 manat, 6-sında 10 manat, 7-də 28 manat, 8-də 5 manat, 9-da 13 manat, ayın 10-da 1 manat yardım olub. Və oradan da görürsünüz 51 manat, 51, 170 manat bir istifadə olunubdur. Sonra 11-də 151, 21 bir xahiş edirəm, hamı diqqətlə baxsın. Kimin eli yardım həmin gündə qeydiyyatdan keçməyib, mənə şəxsimə yazarsınız. Çünki mən aldığım məlumata görə bəzi adamlar gedirlər bankda pul getirməyə o aparatlardan, kimlərinsə keçmir, pulu keçmir, yardımı qəbul olunmur. Texniki təbəblərdən dolayı. Ayın 12-sində 5, 10, 22, 11, 48 manat. Ayın 13-də 51 manat 77 qəpik, 13, 20, 13, 98 manat. Ayın 14-də yardım olmayıb, 15-də yardım olmayıb. Ayın 16-sında 1, 10, 11 manat. Ayın 17-sində 3, 13, 16 manat. Ayın 18-də 10, 30, 1, 50, 10, 1, 5, 107 manat. Ayın 19-da 5, 23, 28 manat. Ayın 20-sində 25, 25 manat. Ayın 21-də 10, 10, 10, 30 manat. Ayın 22-sində 10, 20, 30 manat. 23-də 5 manat. Ayın 24-də 100, 24, 5, 129 manat. Ayın 25-də 10, 10, 20 manat. Ayın 26-sında isə 30, 10, 1, 100, 141 manat yardım olub dostlar. Lütfen nəzərə alın ki, artıq ayın sonudur. Ailə üzvləri haqlarını mütləq ödəməyi unutmayın. Biz sizin bu maddi yardımlarınız hesabına ayaq üstəyik. Biz işlərimizlə rəqəm verməliyik və çox vacib olan bir yapay zəka əsaslı kompüteri almalıyıq. Cəmisi 9.000 dollar pul yardım olubdur. Əlavə olaraq 10-11 min, 10.850 dollar da əlavə bizə kömək lazımdır ki, biz o kompüteri ala bilək. O kompüter bizə hava su kimi lazımdır. Çünki işimizi yeni bir keyfiyyət mərhələsinə qaldırmaq üçün.